Hər birimiz yaddaşlarda qalmaq, unudulmamaq istəyirik. Hətta elə peşə sahibləri var ki, daim unudulmaq qorxusu yaşayırlar. Qəhrəmanımız Akademik Musiqili Teatrın rejissor-aktyoru Zaur Əliyev deyir ki, bir peşəkar kimi daim yaddaşlarda qalmaq, xatırlanmaq istəyir və bunun üçün əlindən gələni edir. Həmişə iddiamız var ki, tanınaq. Niyə görə tanınaq? Çünki böyük bir kütlə bizi tanısın ki, mənim demək istədiyim çox adama çatsın. Mən özüm bir tamaşa hazırladım. 44 günlük qısa tamaşalar festivalı idi. Festivalın adı belə idi və mən 12 dəqiqəlik bir tamaşa hazırladım və o tamaşa festivalı ikinci yer tutdu Azərbaycanda. 22 tamaşa oldu, 22 tamaşa ilə qatılıb olmuşdu, səhv eləmirəmsə 22 tamaşa ilə və orada ikinci yeri tutdum və mən elə bildirəm ki, artıq orada müharibə iştirakçılarına və yaxud da ki, cihad eləyənlərin içərisində mən də varam. Və bununla da biləm ki, artıq orada mən də unutulanlardan deyiləm. Belə qoşuldum, peşəmlə belə qoşuldum. Aktyor deyir ki, seriallarda rol alan zaman çox tanınsa da bir müddət efirdən kənarlaşanda unudulduğunu hiss edir. Ona görə də teatra bərk sarılaraq rolları ilə yaddaşlarda qalmağa çalışır. Və bir müddət serialdan mən uzaqlaşdım, 1 illik serialdan uzaqlaşdım və həmin o unudulmaq qorxusunu hiss elədim. Bu sosial şəbəkədə də oldu, məhəllə içərisində də oldu, qohum-əqrəbə içərisində də oldu və o qorxu gəldi mənə və mən başladım, atıldım teatra, biraz da bərk yapışdım teatrdan ki, çünki teatr əbədi bir şeydir də, yəni teatr həmişə var, seriallar bir müddət neçə seriyası gedir, amma teatr həmişə var və teatrda başladım bütün tamaşalarda can qoymağa ki, yəni özümü sübut edeyim və bir daha təkcə efir qarşısına yox, məni canlı izləməyə gələn tamaşaçının yadında qalım. Çünki istəyirəm 10 ildən sonra desinlər ki, musiqili teatrda Buratino tamaşası vardı. Misal üçün də uşaq tamaşasını götürürəm. O Buratino kimi oynayan olmamışdı. Onun kimi oynayan yadda qalıb. 1996-cı ildən Akademik Musiqili Teatrda çalışan aktyor Elçin İmanov isə unudulmamaq üçün bir yerdə dayanmaq yox, daim mübarizə aparmaq, çalışmaq lazım olduğunu düşünür. Unudulmamaq üçün hər zaman çalışmaq lazımdır. İlk növbədə öz üzərində çalışmalısan, aktyor kimi. Və hər zaman səhnədə olmağa çalışmalısan, tamaşalarda oynamalısan. Yəni, efirləri, mən kinoları demirəm, teatrdan danışıram. Hər zaman tamaşalarda oynamalısan ki, tamaşaçı səni görsün. Mən bir insan olaraq, yəni aktyor olmaq asandır, insan, şəxsiyyət olmaq biraz çətindir. Hər zaman mənim qarşımda bir məqsəd olub ki, insan olmaq, adam olmaq daha çətin olduğuna görə mən bu məqsədə doğru gedirəm. Və hər zaman da istəmişəm ki, mənim özümə məxsus bir obrazım, mənim özümə məxsus bir imicim, mənim özümə məxsus bir davranışım olsun ki, heç kəsi təkrarlamayım. Psixoloq Vəfa Rəşidovanın sözlərinə görə unudulmaq qorxusu ilə yaşayanlar depressiv insanlardır. Depressiyada olan insanın fəaliyyəti zəifləyir, iş fəaliyyəti, ümumiyyətcə həyatda ritmik həyat zəifləyir. Eyni zamanda onun istədikləri, həyatdan gözləntiləri qarşılanmır deyə onlar gizli depressiya yaşayırlar və unudulmaqdan qorxurlar. İş fəaliyyəti aktiv olan insanlar xüsusən unudulmaqdan qorxurlar. Çünki onlar öz həyatlarını həsr edirlər iş proseslərinə, insanlara belə deyək, amma fəaliyyət bir qədər zəiflədikdə, heç dayanmasa belə bir qədər zəiflədikdə onlar frustrasiya yaşayırlar, yəni xəyal qırıqlığı yaşayırlar. Çünki onların planları çox olur, həyatdan gözləntiləri, karyerlərindən gözləntiləri çox olur deyə. Bu zəiflədikdə, azaldıqda və yaşın da orada məxsusi bir rolu var. Psixoloq deyir ki, insanlar daim nə iləsə məşğul olmalıdır. Çünki aktiv həyat tərzi bizi daim depressiyalardan və ən əsas da unudulmaq qorxusundan qoruyacaq. İnsan fəaliyyətini dayandırmamalıdır. Yəni, rutin bir həyata geçsələr, onlar daha da depressiyanın dərinini yaşayacaqlar. Amma müəyyən bir şəkildə öz, belə deyim, karyerlərinə uyğun və yaxud da ki, hər hansısa bir başqa bir ideyaları həyata keçirtməlidirlər ki, və yaxud ailələri ilə həddindən artıq çox zaman keçirtməlidirlər və yaxud yürüyüş etməlidirlər, sportla məşğul olmalı, idmanla məşğul olmalıdırlar, eyni zamanda rəsmlə məşğul olmalıdırlar. Yəni, və yaxud da ki, tutalım ki, dostları ilə, tanışları ilə bir qrup yaratmalıdırlar ki, daimi ünsiyyətdə olsunlar ki, depressiyada və itirmə qorxusu, eyni zamanda unudulma qorxusu yaşamasınlar.
Odur ki, daim fəaliyyətdə olaq, öz istəklərimizin, arzularımızın arxasınca gedib, önümüzdəki maneələri dəf etməklə aktiv həyat sürək. Bu zaman nə depressiya, nə də unudulmaq qorxusu yaşayarıq. Ülviyə Qarayeva, Sənan Kərimli, Əli Ələkbərov, ATV Səhər.